Loqaritmik funksiya. Tərif. Y bərabər loqaritm A əsasdan X şəklində funksiya loqaritmik funksiya adlanır. Burada A böyükdür 0, A fərqlidir 1 şərtini ödəyən hər hansı həqiqi ədəd nəzərdə tutulur. A ədədinə loqaritmin əsası deyilir. Loqaritmin əsası 10 olduqda belə loqaritm onluq loqaritm adlanır və log 10 əsasdan B əvəzinə LGB və ya log B yazılır. Əsası Y olan loqaritm natural loqaritm adlanır və log Y əsasdan B əvəzinə ln B şəklində yazılır. Burada Y təxminən 2,718-dir. Y ədədini riyaziyyata ilk dəfə daxil edən Leonard Euler olmuşdur. Loqaritmin xassələri. 1. Loqaritm anlayışı yalnız müsbət ədədlər üçün verilir, yəni A böyükdür 0 və A fərqlidir 1 olmaqla yalnız B böyükdür 0 olduqda loqaritm A əsasdan B-nin mənası vardır. 2. A böyükdür 1 və B böyükdür 1 və ya A 0 ilə 1 arasında dəyişir və ya B 0 ilə 1 arasında olduqda loqaritm A əsasdan B 0-dan böyük olur. A böyükdür 1 və B böyükdür 0 kiçikdir 1 və ya A böyükdür 0 kiçikdir 1 və B böyükdür 1 olduqda isə loqaritm A əsasdan B 0-dan kiçikdir. 3. İki müsbət ədəd bərabərdirsə, onların eyni əsasa görə loqaritmləri də bərabərdir. Yəni, B1 bərabər B2 böyükdür 0 olarsa, loqaritm A əsasdan B1 bərabər olar loqaritm A əsasdan B2-yə. Burada A böyükdür 0 və A fərqlidir 1-dir. 4. A böyükdür 1 olduqda, iki müsbət ədəddən böyüyünün loqaritmi də böyük olar. Yəni, A böyükdür 1, B1 böyükdür B2 böyükdür 0 olarsa, loqaritm A əsasdan B1 böyükdür loqaritm A əsasdan B2 olar. 5. A 0 ilə 1 arasında dəyişərsə, iki müsbət ədəddən böyüyünün loqaritmi kiçik olar. Yəni, A 0-dan böyük 1-dən kiçik olduqda, B1 böyükdür B2 böyükdür 0 olarsa, loqaritm A əsasdan B1 kiçikdir loqaritm A əsasdan B2 olar. 6. Vahidin istənilən A böyükdür 0, A fərqlidir 1 əsasına görə loqaritmi 0-a bərabərdir. Yəni, loqaritm A əsasdan 1 bərabər 0-a. Loqaritmik funksiyanın xassələri və qrafiki. 1. Loqaritmik funksiyanın təyin oblastı müsbət həqiqi ədədlər çoxluğudur. Yəni, D mötərizə içərisində loqaritm A əsasdan X bərabərdir R-ə. 2. Loqaritm funksiyanın qiymətlər çoxluğu bütün həqiqi ədədlər çoxluğudur. Yəni, Y mötərizə içərisində loqaritm A əsasdan X bərabərdir R-dir. 3. D loqaritm A əsasdan X bərabərdir 0-dan müsbət sonsuzluğa qədər olduğundan loqaritmik funksiya nə təkdir, nə də cüt. 4. Loqaritmik funksiya dövrü deyil. 5. X bərabər 1 olduqda loqaritm A əsasdan 1 bərabər 0 olduğundan loqaritmik funksiyanın qrafiki OX oxunu 1-0 nöqtəsində kəsir. 6. Loqaritmik funksiyanın təyin oblastı R plus olduğu üçün onun qrafiki OY oxunu kəsmir. 7. A böyükdür 1 olarsa, X böyükdür 1 olduqda loqaritm A əsasdan X böyükdür 0-dan. X 0 ilə 1 arasında olduqda isə loqaritm A əsasdan X kiçikdir 0 olur. A 0 ilə 1 arasında dəyişərsə, X böyükdür 1 olduqda loqaritm A əsasdan X kiçikdir 0-dan. X 0 ilə 1 arasında olduqda isə loqaritm A əsasdan X böyükdür 0 olur. 8. A böyükdür 1 olduqda loqaritm A əsasdan X funksiyası monoton olaraq artır. A 0 ilə 1 arasında olduqda isə monoton olaraq azalır. 9. A böyükdür 1 olduqda limit loqaritm A əsasdan X 0-a yaxınlaşanda mənfi sonsuzluq və limit loqaritm A əsasdan X müsbət sonsuza yaxınlaşanda müsbət sonsuzluq olur. A 0 ilə 1 arasında dəyişəndə isə limit loqaritm A əsasdan X 0-a yaxınlaşanda
müsbət sonsuzluq və limit loqaritmasından x müsbət sonsuzluğa yaxınlaşanda mənfi sonsuzluq olur. Loqaritmik funksiyanın qrafiki həm a böyütü 1 üçün və həm a 0 ilə 1 arasında dəyişəndə aşağıdakı şəkildə göstərilmişdir. Loqaritmə aid düsturlar. 1. Loqaritm a əsasdan 1 bərabər 0-a. 2. Loqaritm a əsasdan a bərabərdir 1-ə. 3. Y bərabərdir loqaritm a əsasdan x olarsa, onda x bərabərdir a üstə y olar. 4. A üstə loqaritm a əsasdan x bərabərdir x-ə. 5. Loqaritm a əsasdan x üstə n bərabərdir, n vurulsun loqaritm a əsasdan x-ə. 6. Loqaritm a əsasdan x vurulsun y bərabərdir, loqaritm a əsasdan x üstə gəlsin loqaritm a əsasdan y. 7. Loqaritm a əsasdan x bölünsün y bərabərdir, loqaritm a əsasdan x minus loqaritm a əsasdan y. 8. Loqaritm a əsasdan 1 bölünsün x bərabərdir mənfi loqaritm a əsasdan x-ə. 9. Loqaritm a əsasdan x bərabərdir, loqaritm b əsasdan x bölünsün loqaritm b əsasdan a-ya. 10. Loqaritm a əsasdan x bərabərdir, 1 bölünsün loqaritm x əsasdan a-ya. 11. Loqaritm a üstə n əsasdan x bərabərdir, 1 bölünsün n vurulsun loqaritm a əsasdan x-ə. O da bərabərdir loqaritm a əsasdan x-dən n dərəcə kökə. 12. Loqaritm a üstə m əsasdan x üstə n bərabərdir, n bölünsün n vurulsun loqaritm a əsasdan x-ə. 13. Loqaritm 1 bölünsün a əsasdan x bərabərdir, loqaritm a əsasdan 1 bölünsün x-ə, o da bərabərdir mənfi loqaritm a əsasdan x-ə. 14. Loqaritm a üstə n əsasdan x üstə n bərabərdir, loqaritm a əsasdan x-ə. 15. Loqaritm 1 bölünsün a əsasdan 1 bölünsün x bərabərdir, loqaritm a əsasdan x-ə. 16. A üstə kök hafta loqaritm a əsasdan x bərabərdir, x üstə kök hafta loqaritm x əsasdan a-ya. 17. A üstə loqaritm b əsasdan x bərabərdir, x üstə loqaritm b əsasdan a-ya. 18. Loqaritm a əsasdan b vurulsun, loqaritm b əsasdan c vurulsun, loqaritm c əsasdan d vurulsun, loqaritm d əsasdan f bərabərdir, loqaritm a əsasdan f-ə. Xarakteristika və mantissa. X daxildir r plus üçün, n daxildir z və m böyük bərabər 0 kiçikdir 1 olmaqla, LG-x bərabərdir n plus m şəklində yazmaq olar. Burada n xarakteristika, m isə mantissa adlanır. Tam hissəsi n rəqəmli ədəd olan a daxildir r plus ədədinin xarakteristikası m-1-dir. Koloqaritm. X daxildir r plus dəyişəninin koloqaritmi koloq x şəklində göstərilir və koloq x bərabərdir mənfi loqaritm x, o da bərabərdir loqaritm 1 bölünsün x-dir. Və ya koloq x üstə gəlsin LG-x bərabərdir 0-dır. Buradan LG-A bərabərdir K plus M isə koloq A bərabərdir mötərizə içərisində mənfi K minus 1 üstə gəlsin mötərizə içərisində 1 minus M-dir. Loqaritm sahə asılılığı. Y bərabərdir K bölünsün X əyrisi, X bərabərdir A və X bərabərdir B xətləri ilə və X oxu ilə hüdudlanmış fiqurun sahəsi S bərabərdir K vurulsun, ln B bölünsün A-dır. Burada A bərabərdir K ln X1, B bərabərdir mənfi K ln X2, A plus B bərabərdir K vurulsun, ln X1 bölünsün X2-dir. Aşağıda əyani şəkildə bu qrafikdə göstərilmişdir. İzahlı testlər. Misal 1. LG2 bərabərdir A, LG3 bərabərdir B olarsa, LG72-ni tapın. Həlli. LG72 bərabərdir LG8 vurulsun 9, o da bərabərdir LG2-nin kubu vurulsun 3-ün kvadratı, o da bərabərdir LG2-nin kubu üstə gəlsin LG3-ün kvadratı,
O da beraber olar 3 LG2 üstə gəlsin LG3. O da beraberdir 3'e üstə gəlsin 2B olar. Cevap D variantıdır. Misal 2. LG4 vurulsun logaritm 4 əsasdan 9 vurulsun logaritm 3 əsasdan y'ni tapın. Həlli. LG4 vurulsun logaritm 4 əsasdan 9 vurulsun logaritm 3 əsasdan y beraberdir. 2 vurulsun LG4 vurulsun logaritm 4 əsasdan 3 vurulsun logaritm 3 əsasdan y. O da beraber olar 2 vurulsun LG-y'ye. O da beraberdir 2 bölünsün ln 10'a. Cevap Y variantıdır. Misal 3. LG40 beraberdir x olarsa LG25'i tapın. Həlli. LG40 üstə gəlsin LG25 beraberdir. LG40 vurulsun 25. O da beraber LG10 üstə 3'e. O da beraberdir 3'e. Onda x üstə gəlsin LG25 beraberdir 3'e ve LG25 beraber olar 3 minus x'e. Cevap Y variantıdır.